Motivasiyanı necə qoruyursan şirkət daxilində? Hətta mən bir şey deyərdim, təsir etmə gücün çox yaxşıdır. Mən onu izləyicilər də bilsinlər ki, belə bir nüans yaşamışdıq. Bir oyun oynayırdıq biz Elçingil ilə, bir ailəvi bir ortamdaydı. Mafiya oyunu idi. Mən normalda çox təsir altına düşən biri deyiləm də. Yəni qarşımdakı insan danışır, zaten fikir vermirəm və yaxud da öz düşüncələrim var ki, onları saxlayıram yəni özümdə. Şuur altımda oğullar var. Qarşı tərəfə sadəcə qulaq asdığımı göstərirəm kimi. Ancaq həmin oyunun ortasında mən gördüm ki, uyub getmişəm. Elçinin təsiri altındayam da. Manipulyasiya eləmişdi Elçin məni yaxşı və oradan maraq yarandı ki, Elçinin idarə etməsi necədir? Yəni burada motivasiyanı saxlamaq deyəndə ona toxunmaq istəyirəm. Yəni işçilərə necə təsir edir Elçin? Təsir etmə bundan amani də istifadə edə bilərsən, bundan şeytani də istifadə edə bilərsən. Amma hər bir zaman inandığım bir şey olub ki, rəhbər özü başlı başına bir mentor olmalıdır. O hər zaman öyrədici olmalıdır. Nümunə ola bilməlidir ki, arxasınca gələnlər də öyrənsin. Əfsuslar olsun ki, indiyə kimi yetişdirdiyim çox olub. Amma öz yollarını çizmək istəyənlər çox. Ona görə deyirəm ki, Azərbaycandakı şirkətlər çox tez-tez balalayır. Əslində məntiq buna gəlir, dayanır da. Bizdə şirkətləşmə, markalaşma, individualizm bizim içimizdə çoxdur deyənə, biz komanda olaraq çətin birləşirik. Biz amma individual olaraq isə daha verimli ola biləcəyimizi düşünürük. Ona görə bizdə bəlkə komanda oyunları uğurlu alınmır. İndi belə deyim də, Qarabağın belə də timsalında bu belə olmadığını anlayırıq yavaş-yavaş hamımızda. Belə deyim də, birlik, bərabərlik içində olmalıyıq.